Məsələn, qaynana var ki, hansı ki özünə məxsus evdir, mülkiyyətçisi qanunla özüdür. Yəni adına çıxarış var, qanunla özüdür. Amma buna baxmayaraq gəlin tərəfindən oğul artıq rəhmətə gedib, gəlin tərəfindən halbuki gəlin orada hələ yəni mülkiyyət sahibi deyil. Bu ilə bağlı evə buraxılmır, problemlər yaranır. Biz bu ilə çox rastlaşırıq. Hətta məsələn var ki, qaynana ki müraciət edir ki, mən evdə qalmıram. Deyirəm get qal, müraciət edin, vəkilə bizdən məsləhət alır. Deyir ki, mənə mesajlar yazır. Sən gəlsən mən bunu eləyəcəm. Düzdür, bu ilə bağlı çox təəssüflər olsun ki, çox hüquq mühafizə orqanlarına müraciət etmədə həm çəkinirlər, həm bilmirəm utanırlar. Bu ilə bağlı müraciət edən hər kəsə deyirəm ki, bu sizə göstərilən psixoloji bir artıq məişət zorakılığıdır əslində mənə görə. İndi mən bu mənim subyektiv fikrimdir. Ki bunun özü də bir məişət zorakılığıdır. Sən paltarları orada qalmış qadın gedib paltarını götürə bilmirsə, öz mülkiyyətində olan evdən evə buraxılmır. Təbii ki, bunun qanunla yolu var. Təbii ki, bu mülki məcəllələrlə tənzimlənən məsələdir. Məsələn, mülki məcəllənin 152-ci maddəsi var ki, hansı ki, mülkiyyətçi öz mülkiyyətində olan əmlakdan rahat şəkildə, sərbəst şəkildə istifadə eləməlidir. Məsələn, mənim praktikamda mülkiyyətçi tərəfindən biz iddia qaldırıb müəyyən şəxslərin evdən boşaldılmasını eləmişik. Amma qeyd elədiyim kimi, indi bizim cəmiyyətdə bəzən bu şeylərə riayət eləyirlər, önəm verirlər. Ona görə də yəni biz buradan bildirək ki, qoy insanlar bilsinlər, əgər hər hansı bir şəxs sizi əmlakınız olan əmlaka buraxmır, evə buraxmır, hər hansı bir atanı mı, ananı mı, gəlin də ola bilər burada. Gəlin var ki, hansı ki uzaqlaşdırılır, öz əmlakından, yəni cehizindən istifadə eləyə bilmir. Bunun özü də məişət zorakılığıdır. Mən yəni belə hesab edirəm.